Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişi efirdədir. Onları zərif cinsin nümayəndələri də adlandırıblar, çiçəyə də bənzədiblər. Onları əskildərək oyuncağa çevirmək cəhdlərdə olub, əksinə cəmiyyətdə və ailədə hegemon mövqeyə çıxarmaq cəhdlərdə. Bəli, söhbət qadınlardan və onların hüquqlarından gedir. Biz də bugün İslamda qadın mövzusu haqqında danışacağıq. Qonaqlarımız isə təqdim edirəm. Bugünkü qonaqlarımız Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, fəlsəfə doktoru Qəmər xanım Cavadlı və ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudodur. Mən sizi salamlayıram. Verilişimizə xoş gəlmişsiniz. Təşəkkür. Elşad, mənim sizdən başlamaq istərdim. Gəlin müqəddimə olaraq İslam dinində qadına verilən dəyər haqqında bir qədər danışaq və cahiliyyət dövründə qadına verilən dəyərlə İslamın qadına verdiyi önəm haqqında müqayisələr aparaq. İslamın gəldiyi cəmiyyətdə qadının yeri və rolu və İslamın qadınla bağlı, ümumiyyətlə insanla bağlı, bəşərlə bağlı etdiyi islahat, reform gətirdiyi dəyərlər. Bu fonda məsələləri alsaq daha yaxşı başa düşərik. Bir qeyd etdiyiniz kimi, İslamın gəldiyi dövr cahiliyyə dövrü adlanır. Cəhalətin, zülmün, işgəncənin, savadsızlığın hökm sürdüyü bir dövrdür. Etiqadsızlıq və əqidəsizlik də burada çox önəmlidir. Yəni, ilahi qaynaqlı heç bir dəyərə yer verilməyən bir cəmiyyət idi. Əlbəttə ki, burada qadından danışdığımız zaman çox acınacaqlı bir vəziyyət qarşımıza çıxır. İlk əvvəl elə onu deyim ki, ümumiyyətlə qadın və ya belə deyim, qız uşağının dünyaya gəlməsi bir xəcalət və utanc vasitəsi idi. Qadın o qədər hörmətsiz idi ki, o qədər dəyərsiz idi ki, cahiliyyət dövründə olan müşriklər qız uşağı dünyaya gəldiyi zaman cəmiyyətə çıxmırdılar utandıqlarından və ya bir neçə müddət sonra müəyyən kiçik yaşda diri-diri qız uşaqlarının bastırılması hadisəsi, qətl edilməsi, öldürülməsi hadisəsi meydana gəlirdi. İndi belə bir cəmiyyət düşünün ki, orada digər qadınların istər ana olaraq, istər bacı olaraq, istər həyat yoldaşı olaraq nə haqları var, nə hüquqları var, insan kimi qəbul edilmirlər. Bu sadəcə Ərəbistan yarımadası ilə əlaqəli bir şey deyil. Tarixə nəzər salsaq, istər şərqə, istər qərbə, daha o dövrdəykən, məsələn, qərbdə, bugün qərb dediyimiz regionda qadının ümumiyyətlə ruhunun olub-olmadığı məsələsi müzakirə edilirdi. Hətta bəzi qeyri-ilahi dinlərdə qadının dini ola bilərmi, ola bilməzmi? Qadın dindar ola bilərmi, ola bilməzmi? Və ümumiyyətlə orta əsrlərdə bunu biraz daha irəli götürmüşlər məsələni. Ümumiyyətlə qadın bir varlıq olaraq insandırmı, deyildirmi? O şeytandırmı, yoxsa insandırmı? Yəni belə dəhşətli bir vəziyyəti düşünək, qadınla əlaqəli belə bir dəhşətli vəziyyəti düşünək və bir an düşünün ki, İslam gəldi, ilahi vəhiy nazil oldu və ilahi vəhiy, İslam, Peyğəmbərimizin həyatı nə qazandırdı? Qadın məsələsində hansı islahatlar etdi? Bir də ona nəzər eləyək. Əvvəla ona deyim ki, Allah Teala Quran-ı Kərimdə İnnə xaləqnəkum min zəkərin və ünsə. Ey insanlar, biz sizi bir qadın və kişidən yaratdıq deyərək qadının bu mənada kişidən heç bir fərqi olmadığını, onun şəxsiyyətinin olduğunu, onu bir insan olaraq, dəyər olaraq qəbul etdiyini uca yaradıcı dəyərləndirdi. Yəni bir kərə qadına bu dəyəri Allah Teala verir, İslamda Allah Teala verir və o varlıq olaraq kişidən heç bir fərqi yoxdur Allah qarşısında. İkincisi, onun ruhi dünyasına xitab edərək Allah Teala ona dini xitablar verdi. Quran-ı Kərimdə Ya eyyuhellezine amenu deyərək, ey iman gətirənlər dediyimiz zaman burada qadın və kişi fərq etmir. İman gətirən hər bir kəs nəzərdə tutulur. Qadın və kişi. Daha sonra ayələrə baxdığımız zaman qadınlar kişilərin libası, kişilər də qadınların libası olaraq dəyərləndirilir və bunlar varlıq olaraq bir bütün olaraq dəyərləndirilir. Bir-birini tamamlayırlar. Biri olmadan digərinin olması mümkün deyildir. Allah Teala bu qədər qadının şəxsiyyətini ucaltdı və o cəmiyyətdə həqiqətən ən çətin proseslərdən biri qadınlarla bağlı haqların və hüquqların yerinə yetirilməsi idi. Quran-ı Kərimdə Nisa surəsi vardır, qadınlar surəsi vardır. Və Allah Teala və aşiruhunne bil ma'ruf, qadınlara ən gözəl şəkildə davranın, ən münasib şəkildə davranın deyərək qadınlarla əlaqəli hökmlər ortaya qoymuşdur. Quran-ı Kərimlə bərabər Peyğəmbərimizin hədisləri də çox önəmlidir. Peyğəmbərimiz sizin ən xeyirliniz
Baxın, bu ümmətin peyğəmbəri nə buyurur müsəlmanlara, kişilərə? Sizin ən xeyirliniz qadınlarına, xanımlarına xeyirli olanınızdır, fəzilətli olanınızdır məsələsi də çox önəmlidir. Yəni qadına hörmət bizim xeyrimizi, fəzilətimizi ifadə edir eyni zamanda. Və bir hədisi də, hadisəni də dilə gətirək. Peyğəmbərimizə bir müsəlman gəlib soruşur ki, ya Rəsulallah, hörmət baxımından, hörmət etmək baxımından kimdir ki, hörmət edeyim və mən fəzilət qazanım? Peyğəmbərimiz buyurur ki, anandır. Ya Resulallah, daha sonra kimdir? Peyğəmbərimiz buyurur ki, anandır. Ya Resulallah, daha sonra kimdir? Peyğəmbərimiz daha sonra atanı qeyd edir orada. Və ümumiyyətlə bu fonda anaya verilən dəyər, həyat yoldaşına verilən dəyər, bacıya və ümumiyyətlə ətrafda olan insanlara, qadınlara verilən dəyər İslamda çox böyükdür, çox yüksəkdir və mənə elə gəlir ki, bunlara əməl etdiyimiz zaman biz qadına olan sayğını, sevgini, hörməti eyni zamanda həyata keçirmiş olacaq. Elşad müəllim gözəl qeyd etdi ki, İslam qadına bu qədər böyük bir dəyər verdi. Lakin çox təəssüf ki, bugün müsəlman cəmiyyətlərində bu hüquqların, bu vəzifələrin heç də tam şəkildə qorunmadığının şahid oluruq. Və qadın İslamın istədiyi bir mövqedə deyil müsəlman cəmiyyətlərində. Cəmiyyət həyatında o qədər də fəal iştirak etmək hüququna malik deyil və müxtəlif növ zorakılıqlara məruz qalır. Və Azərbaycanda da çox təəssüf ki, qadınlarla bağlı az-çox belə problemlərə biz rast gəlirik. Sizin fikrinizcə, bu vəziyyətin yaranmasının səbəbləri nədən ibarətdir? Və bunları aradan qaldırmaq üçün nələri etmək daha yaxşı olardı? Təşəkkür edirəm. Mən ümumiyyətlə hesab edirəm ki, Elşad müəllim demişkən, İslam bizim cahiliyyədən çıxardıb bugünə qədər gətirdi. Təəssüf ki, bizim indi bəzi, necə deyərlər, dairələrimizin, bəzi cəmiyyətlərimizin və bəzi anti-müsəlman tipli, yəni anti-müsəlman təbliğatlı dövlətlərin və s. təsiri ilə İslam cahiliyyə ilə eyni tutulmağa başlamışdır. Eyni zamanda qadın hüquqları məsələsində də Qərbin deməli qadınlara müasir cəmiyyətdə verdiyi hüquqlar və mükəlləfiyyətlər sırf seçki, əmək hüququ və s. ilə gender məsələləri ilə uyğunlaşdırılır. Amma İslamın qadınlara verdiyi hüquqlar Qərb cəmiyyətlərində, hətta bizim öz içərimizdə də, öz cəmiyyətlərimizdə də, bəzi müsəlman cəmiyyətlərində də, yəni geridə qalmışlığın, yəni cəhalətin və s.'nin nümunəsi ilə eyniləşdirilir. Bu çox yanlış bir təsəvvürdür. Bunu mən hesab edirəm ki, bilavasitə İslamı sevməyənlər bilərəkdən bunu uydururlar. Çünki İslamın qadınlara verdiyi hüquqlar, İslamın hətta gender məsələlərində olan müəyyən müddəaları əgər nəzərdən keçirsək, ərlə arvadın qarşılıqlı münasibətləri, ərin qadın qarşısındakı vəzifələri, qadının ailəsi qarşısındakı vəzifələri, övladların valideynlərə, valideynlərin övladlara, bunlar o dərəcədə sabitləşmiş şəkildə və eyni zamanda heç kimin hüququ pozulmadan bunları nəzərə alaraq İslam qadınlara bu dərəcədə yüksək dəyər vermiş, ailə problemlərinin həllinə nail olmuşdur. Gender məsələlərini də elə bir kökünə əgər İslamda axtarsaq bunları taparıq. Yəni İslamın verdiyi dəyərlər dünyavi dinlər arasında, səmavi dinlər arasında heç bir dinin vermədiyi ən yüksək dəyərlərdir. Qadınlara verilən hüquqlardır və qadınlara verilən mükəlləfiyyətlərdir. Sadəcə bunlar indi əgər müasir Azərbaycan cəmiyyətinin müəyyən məsələlərdə yanlış təsəvvürlərini desək, xətalı təsəvvürlərini desək, bu çox güman ki, bizim konkret olan tariximizlə və o dönəmdə deməli 70 illik itirilmiş İslam dəyərləri ilə əlaqələndirmək lazımdır. Bu illər ərzində biz müəyyən maarifləndirmə və s. işlərdə, tərbiyəvi məsələlərdə böyük bir boşluq yaranmışdır. Bizim ailə institutunun dini əsaslardan uzaqlaşması əmələ gəlmişdir. Hal-hazırda Azərbaycanda qadınların rəhbərlik etdiyi 5 dini icma qeydiyyatdan keçmişdir və qadınlara dini tədris edən bir dini mədrəsəmiz də vardır Bakı şəhərində. Dini icmalarımız Gəncədədir, Ağcabəddədir, Tovuzdadır, Bakıdadır. Yəni bunlar da belə bu şəkildə paylaşılmışdır. Mən mübaliğəsiz bir şey deyə bilərəm. Qadın dini icmalarımız, indi mən bunu necə deyərəm, bu işin içində olan adam kimi özünün mədəni maarifləndirmə fəaliyyətində kişi dini icmalarının gördüyü işlərdən qat-qat çox işlər görürlər.
həqiqətən. Bunlar müxtəlif kursların təşkilləridir, qadınların cəlb edilməsidir, Quran sərgilərinin açılmasıdır. Yəni bu işlərdə qadınlarımız çox fəaldır və mən mübaliğəsiz yenə də deyə bilərəm ki, bizim işlərimiz həqiqətən təqdirə layiq işlər hesab oluna bilər. Mən rubrikamıza elan etmək istərdim. Düşünməyə dəyər rubrikasında çox maraqlı olan bir mövzunu işıqlandırmağa çalışmışıq. Elə bugün müzakirə etdiyimiz mövzu ilə də bağlıdır. Qadınların ən belə deyək, çox rast gəlinən problemlərindən biri olaraq və cəmiyyətin ən böyük bəlalarından biri olaraq uşaqların ana bətnində məhv olunması, abort problemi haqqında və bu məsələyə müxtəlif dinlərdə və həmçinin İslamda da münasibət haqqında bir süjet hazırlamışıq. Gəlin birlikdə həmin süjeti izləyək. Qur'an-ı Kərimin Müminin surəsinin 12-14-cü ayələrində buyurulur: Biz həqiqətən insanı tərtəmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə, yəni ana bətnində yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik. Sonra laxtalanmış qanı bir parça ət etdik. Sonra o bir parça əti sümüklərə döndərdik. Sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur. Təbii ki, Qur'anın nazil olduğu əsrdə bu ayələrin elmi mənasını heç kim anlaya bilməzdi. Yalnız üstündən 14 əsr keçdikdən sonra ayələrin heyrətamiz izahı bəşəriyyətə məlum oldu. Özü də maraqlıdır ki, Qur'anın bu möcüzəsi hər hansı müsəlman alimi tərəfindən deyil, məhz Toronto Universiteti Anatomiya kafedrasının müdiri Kate Moore adlı dünya şöhrətli embriyoloq tərəfindən açıqlandı. Uzun sürən tədqiqatlardan sonra ana bətnindəki rüşeymin inkişaf mərhələləri barədə elmi kəşf etmiş professor Moore beynəlxalq səviyyəli bir konfransda bu nəticələri açıqlayarkən təsadüfən bütün bunların Qur'anda göstərildiyini eşidir. Əvvəlcə buna inanmayan alim müqəddəs kitabla tanış olduqdan sonra deyilənlərin həqiqət olduğunu anlayır. Elə bunun nəticəsində professor Kate Moore İslam dinini qəbul edib müsəlman olur. İslam şəriətinə görə ana bətnindəki körpəni öldürmək də qətil sayılır və qan bahası ilə cəzalandırılır. Hətta rüşeymin yuxarıda sadalanan inkişaf mərhələlərindən asılı olaraq cərimənin miqdarı da dəyişir. Belə ki, Həzrət Əliyə aid olunan bir hədisdə deyilir: Nütfənin qan bahası 20 dinar, ələqənin, yəni laxtalanmış qanın cəriməsi 40 dinar, müzğənin, yəni çeynənmiş ət şəklindəki rüşeymin qan bahası 60 dinar, sümüklər yaranandan sonra 80 dinardır. Bədəninə ruh daxil olmazdan əvvəl rüşeymin qan bahası 100 dinara bərabərdir. Ruh daxil olduqdan sonra isə artıq doğulmuş insan kimi onun qan bahası 1000 dinar olur. Burada tibb sahəsindəki məlumatları xatırlatmaq yerinə düşər. Elm sübut edir ki, artıq 3-cü həftədən başlayaraq rüşeymin ürəyi döyünür. 4-cü həftədə əzələlər və onurğa sütunu formalaşır. 5 həftəlik rüşeymin əllərində barmaqları görmək mümkündür. 6-cı həftədə beyin işə düşür. 8-ci həftəni yaşayan rüşeym ağrını hiss edir. Öz barmaqlarını sorur, ana bətnində üzürmüş kimi hərəkətlər edir. 9-cu həftədə onun barmaqlarının ucunda spesifik qırışlar, barmaq izləri yaranır. 11-ci həftədə uşağın bütün orqanları fəaliyyət göstərir. Nəhayət, 17 həftə tamam olanda onun bədəni tamamilə formalaşmışdır. Maraqlıdır ki, Həzrət Məhəmməd Peyğəmbərin hədislərinə görə də məhz 17 həftə, daha doğrusu 120 gün keçdikdən sonra Allahın əmri ilə rüşeymin bədəninə ruh daxil olur. Ana bətnindəki körpəni məhv etmək yalnız İslamda deyil, bütün səmavi dinlərdə haram bilinir. Xüsusilə xristianlıqda bu ən böyük günahlardan hesab edilir. İlkin xristian mənbələrindən sayılan 12 apostolun təlimlərində oxuyuruq: uşaq saldırmaq yolu ilə körpəni öldürmə. Məşhur xristian ilahicisi Tertullian hələ miladi 2-ci əsrdə yazırdı: İnsan olmaq mərhələsini yaşayan varlıq da artıq insandır. Pravoslav kilsəsinin qaydalar kitabına salınmış və məşhur kilsə xadimi Böyük Vasiliyə məxsus olan 2-ci və 8-ci qaydalar da abortu qadağan edir. Bətnindəki körpəni qəsdən öldürmüş adam qətl cəzasına məhkumdur. Həm qadının özü, həm də həkim bu cinayətdə şərikdirlər. Başqa bir xristian ruhanisi Yohan Zlatoust isə bətnindəki körpəni öldürən şəxsi qatildən də pis adlandırırdı. Dünyanın bir çox nüfuzlu elm adamları günahsız körpələrin məhv edilməsinə qarşı çıxmış və bu hərəkəti cinayət kimi qiymətləndirmişlər. Hüceyrə genetikası sahəsində nüfuzlu mütəxəssislərdən olan fransız professor Yorenim Lejeune yazır: Bioloji hadisələri təəssübkeşlikdən uzaq şəkildə izləyən bütün alimlər kimi mən də belə hesab edirəm ki, insanın həyatı mayalanmadan dərhal sonra başlayır. Bu isə o deməkdir ki, hər hansı yaşda olan rüşeymi məhv etmək qətl törətməyə bərabərdir. Professor Avramidis isə bu fikirdədir. Rüşeym hamilə qadının bədəninin bir parçası deyil, tam sərbəst varlıqdır. Ona görə də qadın bətnindəki körpənin taleyini həll etmək məsələsini öz apendiksini kəstirmək barədə qərar qəbul etməklə eyniləşdirə bilməz.
Dünya ölkələrinin qanunvericiliyində abortun legallaşdırılmasına münasibət fərqlidir. Məsələn, Cənubi Amerika qitəsində yerləşən Qayanada hamiləliyin ilk 8 həftəsi boyunca abort etdirmək olar. Türkiyədə qadın öz ərinin razılığı ilə 10 həftə ərzində körpəsini məhv edə bilər. Rusiyada heç bir ciddi səbəb göstərmədən 12 həftə ərzində abort etdirməyə icazə verilir. Tibbi və sosial səbəblər üzündən, məsələn zorlama, uşağın atasının həbs olunması, vəfat etməsi və ya şikəst olması səbəbindən bu müddət 22 həftəyə kimi uzadıla bilər. Çexiya, Belçika, Danimarka və Norveçdə də hamiləliyin qarşısını ilk 12 həftə ərzində almaq hüququ qanunla təsbit olunub. Abort etdirmək üçün qadınlara Fransada 10 həftə, Kambodjada 14 həftə, İtaliyada 90 gün, Kanadada isə 18 həftə vaxt verilib. İngiltərə və Yaponiyada tibbi və sosial səbəblər üzündən hamiləliyin 24-cü həftəsinə kimi körpəni məhv etmək olar. Latin Amerikası və Afrikanın bir çox ölkələrində, eləcə də Polşa və Argentinada yalnız ananın sağlamlığına və həyatına ciddi təhlükə olduğu halda abort etdirməyə icazə verilir. İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanistan, Angola, Misir və Nepalda isə abort bütünlüklə qadağandır. Rəşad müəllim, biz süjeti izlədik. Həmin süjetə də bir qısa münasibət bildirməyi sizdən xahiş edəcəm. Və əsas sualım isə bundan ibarətdir ki, Azərbaycanda qadınlarla, qızlarla bağlı müəyyən problemlərlə rastlaşırıq. Və bəzən bu problemləri ya İslam dini ilə, ya da bizim milli adət-ənənələrimizlə bağlayırlar. Məsələn, qızların təhsili məsələsində statistik məlumatlar da buna təsdiq edir ki, Azərbaycanın bəzi rayonlarında qızların orta təhsil davamiyyəti, həmçinin ali məktəblərdə təmsil olunmaq dərəcəsi olanlar nisbətən xeyli aşağıdır. Qızların bəzən ailə qurarkən razılıqlarının alınmaması, yəni valideynlərin özlərinin razılığı əsasında ailələrin qurulması, milli adət-ənənələrlə bunu adətən əlaqələndirirlər. Qadınların ailə daxilində hüquqlarının pozulması, müxtəlif məişət zorakılıqlarına məruz qalması və s. bunlarla bağlı erkən nikah problemi də Azərbaycanda aktualdır hələ ki. Bax, bunlara çox xahiş edərdim münasibətinizi bildirəsiniz. Bu məsələlərin hər birinə qısaca olaraq İslamın baxış tərzini izah edəsiniz. Əlbəttə, bunlar problemlərdir, yəni cəmiyyətimizdə rastlaşdığımız problemlərdir. Mən sadəcə olaraq bir şey deyim, İslamla əlaqəli. Həqiqətən Allah Taala, Rəsulullah, ümumiyyətlə İslam qadına verilən ən böyük dəyəri vermişdir. Onun haqq və hüququnu müəyyən etmişdir. Lakin İslam cəmiyyətlərində ümumiyyətlə ümumi mənada, geniş mənada götürsək, yerli, məhəlli və ya milli dediyimiz müəyyən adət-ənənələr vardır, örflər vardır. Biz qarşılaşdığımız problemləri dini nöqteyi nəzərdən deyil, o məhəlli adət-ənənə, milli adət-ənənə nöqteyi nəzərdən baxmalıyıq məsələlərə. Yəni, bəli, müsəlmandırlar, İslam cəmiyyətindədirlər, lakin orada olan yerli adət-ənənələr bəzən İslama tərs olmaqla bərabər İslamın adına çıxarılır. Yəni, müsəlmanlar bunu edirlər şəklində. Məsələn, açıq ifadə edeyim, qadınlara qarşı şiddət, ailədə zorakılıq hadisələrinə rast gəlirik. Bunun İslamda heç bir mənada, heç bir şəkildə yeri yoxdur. Nə Peyğəmbərimizin, nə səhabələrin, nə digər tanınmış müsəlman şəxsiyyətlərinin həyatında belə bir şeyə rast gələ bilmirik. Peyğəmbərimizin xanımlarına qarşı olan münasibəti çox önəmlidir. O heç bir xanımına belə əlinin ucu ilə də vuraraq münasibət göstərməmişdir. Peyğəmbərimizə tabi olan insan buna əməl eləməlidir. Amma burada bir şey də demək lazımdır. Əlbəttə ki, Allah Taala qadına haqqı verərkən, qadının da mömin olmağını, salih əməlli olmağını, ibadətdə olmağını, məsuliyyətli olmağa çağırır. Yəni, bu haqlar ona sadəcə boş yerə verilən haqlar deyil, belə bu şəkildə deyim. Və o da özünü Allahın halallarına, haramlarına, əmirlərinə və qadağalarına uyğun aparmalıdır. Ki, negativ hallar meydana gəlməsin. Bunu da açıq ifadə etmək lazımdır. Amma hər halükarda qadına qarşı münasibət xoş olmalıdır. O incə və zərif varlıqdır. Bu məsələdə diqqətli olmaq lazımdır. Erkən nikahlar. Bəzi bölgələrimizdə baxdığımız zaman bu tamamən yerli adət-ənənə ilə bağlıdır. Bunun İslamla yaxından uzaqdan heç bir mənası yoxdur. Çünki İslam da evliliyə mühüm bir müəssisə kimi baxır. Ailə qurmağa, sağlam ailə dəyərləri İslamda çox mühümdür. İnsanlar ailə məsuliyyətini anladıqdan sonra ailə qurmaları lazımdır. Çünki İslamın xoşuna gəlməyən, amma icazə verdiyi şey boşanmaqdır. Yəni, bu məsələ də var. Nəticəni də burada düşünmək lazımdır. Mən bayaq baxdığımız süjetdən yola çıxaraq buna münasibət bildirmək istəyirəm. Həqiqətən elə hadisələr vardır ki, tarix boyu dəyişmir. Onun forması dəyişir. Məsələn, Peyğəmbərimiz dövründə o məsələni dedim, diri-diri qız uşaqlarının, qız övladlarının bastırılması, öldürülməsi ki, Peyğəmbərimiz ilk gəldiyi andan etibarən İslam bunu qadağan etmişdir. Və ya məsələn, o dövrdə hamilə qalan qadınlar qarınlarına zərər
ederək, yumruq vuraraq uşaqların düşürülməsi prosesini həyata keçirirdilər. Yəni, belə deyim də, süni şəkildə öldürürdülər, onları qətl edirdilər. Bugün bəlkə bu hər hansı bir texnika və texnologiya nəticəsində həyata keçirilir. O dövrdə də bu şəkildə həyata keçirilirdi ki, Peyğəmbərimiz və İslam, Quran-ı Kərim, Allah Taala bunu da onlara qadağan elədi. Onları ruziləndirən Allahdır, rizqini verən Allahdır. Allaha dayanaraq övladı dünyaya gətirmək çox əhəmiyyətli bir məsələdir. Ona görə bugün də bu abort dediyimiz hadisə elə qətliamdan başqa bir şey deyil. İslamda insan ana bətninə düşərkən artıq şəxsiyyət hesab olunur. Bu qadındır, qız uşağıdır, oğlandır, fərq etmir. İslam insana canlı olaraq, şəxsiyyət olaraq baxır və onun bu və ya digər şəkildə istəyir ana bətnində olsun, istəyir daha sonraki dövrdə olsun, öldürülməsini cinayət saymışdır. Buna ağır cəzalandırma vermişdir, bunu haram saymışdır, qadağan saymışdır və bu yola getməməyi əmr etmişdir. Ona görə nəslin qorunması, yeni nəslin qorunması, yeni nəslin tərbiyə edilməsi, böyüdülməsi, boya başa çatdırılması İslamın gətirdiyi şəriətlə, əhkamla böyük əhəmiyyətə malikdir deyə bilərik və bu cür insan soyunu kəsməyi və ya süni şəkildə uşaq aldırmağı İslam qadağan və haram elan etmişdir. Buna diqqətli olmaq lazım. Mən üzr istəyirəm. İslamın bioetika məsələlərinə münasibəti çox mürəkkəbdir və çox rəngarəngdir. Ümumiyyətlə, baxdığımız süjetə də əgər nəzər salsaq, yəni bu abort məsələsidir və klonlaşdırmadır və s. yəni genetik ana daşıyıcılığı və s. məsələlər bu dəqiqə bizim cəmiyyətimizdə çox dəbdə olan mövzulardır. Bunun ətrafında çox müzakirələr keçirilir. Hətta dinlər arası bir komissiyanın yaradılması nəzərdə tutulur ki, pravoslav kilsəsi ilə bərabər bir məsələ də var. Siz necə deyirlər, qəti şəkildə deyirsiniz ki, İslamın münasibəti buna cinayət kimi yanaşır. Yalnız mənim qeydim ondan ibarət olacaq ki, İslamın müxtəlif fiqh məktəblərinin tək bir abort məsələsində mövqeləri də müxtəlifdir. Bəzi hallarda bunun mümkünlüyü, yəni anaya zərər verərsə, həyati təhlükə yaradarsa buna izin verilir. Bəzi məktəblər bunu tamamilə qəbul etmir, bəzi məktəblər 40 gündən sonra, yəni bu ifadələrin keçdiyinə görə, yəni ruh üfürülmə, siz daha yaxşı bilərsiniz məsələn, ruh üfürüldükdən sonra o artıq canlıdır, artıq ona toxunmaq olmaz, ona qədərsə aborta izin verilə bilər, yəni də müəyyən şərtlər mövcuddursa. Abort məsələsi cəmiyyətimiz üçün çox bəlalı və çox həqiqətən də çox mürəkkəb bir məsələ. Bunun sosial, iqtisadi, mədəni, mənəvi, əxlaqi bir əsasları vardır. Burada bir mənalı qərar çıxartmaq məncə biraz düzgün olmazdı. Mən normal şərtlərdə münasibəti bildirdim. Əlbəttə ki, əd-darurat tubihul məhzurat deyə bir qanun var İslamda. Zərurətlər meydana gəldiyi zaman o zərurətlərdən yola çıxaraq müəyyən məsələləri yerinə yetirmək olar. Amma normal şərtlərdə, uyğun şərtlərdə bunun yerinə yetirilməsi əlbəttə mənfi bir hadisə olaraq qəbul edilir İslamda. Qəmər xanım, günümüzlə bağlı daha bir problem var idi. Sizin münasibətinizi bilmək istərdim. Boşanma halları. Çox təəssüf ki, statistik məlumatlar da bunu göstərir ki, Azərbaycanda son illərdə boşanmaların sayı da artır. Və çox təəssüf ki, biz dindar ailələrdə də bunların şahid oluruq. Bu və ya digər səbəblər üzündən tərəflər arasında ayrılıq yaranır. Bax, bu məsələnin siz səbəbləri nədə görürsünüz və bu istiqamətdə bu halların qarşısını almaq üçün nə kimi tədbirlər görmək lazımdır? Burada maarifləndirmə daha gözəl olardı, yoxsa inzibati tədbirlər hansını daha uyğun görürsünüz? Bilirsiniz, ümumiyyətlə qloballaşmanın təsiri ilə Azərbaycanda müxtəlif qərb dəyərlərindən eyni zamanda ailə institutunda da bunlardan dəyərlənmək artıq dəb halını almışdır. Məsələ burasındadır ki, bunun kökünü əlbəttə İslamla heç cür bağlamaq da mümkün deyildir. Və eyni zamanda bir sıra hadisələrin fövqündə mən bəzi məsələləri demək istərdim. Əgər hətta dindar olan ailələrdə də boşanma halları baş verirsə, mənim iştirak etdiyim bəzi treninqlər və sairələr əsasən deyə bilərəm ki, çox təəssüf ki, müasir dönəmdə hətta məzhəb baxımından ayrılıqdan, yəni məzhəb fikirlərinin ayrılığı nəticəsində biz bir-birimizə uyğun gəlmədik, bizim
namazlarımız eyni olmadı, oruclarımız eyni olmadı. Buna görə nişan qaytarma, nə bilim, evlilik pozulma və s. halları bu yeni cücərmiş, yəni şəxsi fikrimə görə də eyni zamanda onu da deyə bilərəm ki, cəmiyyət üçün çox qorxulu olan bir tendensiya yaranmışdır. Bunu qeyd etmək lazımdır. Bu həqiqətən dini maarifləndirmə işinin çox zəif olmasının göstəricisidir. Dini maarifləndirmə işinin də gücləndirmək üçün bizim əlimizdə bir kütləvi informasiya vasitələrinin gücü vardır. Bir də təbii ki, təhsil sistemində çox istədiyimiz bir məqamlardan biridir ki, təhsil sistemində dini tədrisin bir necə də forması düşünülsün, ehtiva olunsun. Cəmiyyətin qınağı lazımdır. Dini icmaların maarifləndirmə işində müəyyən bir işlərin dəyişilməsi lazımdır. Əhali ilə ünsiyyətin artırılması lazımdır. Yəni bu belə bir şeylərə bağlanan məsələlərdir. Mən sual-cavab rubrikasının vaxtı gəlib çatdı. Sual-cavab rubrikasını tamaşaçılarımıza təqdim etmək istərdim. Biz ənənə üzrə cəmiyyəti narahat edən, maraqlı bildiyimiz suallardan birini ekspertlərimizə ünvanlayırıq və bugün suala Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin müəllimi Aqil Şirinov cavab verəcək. Aqil müəllimə ünvanladığımız sual isə bundan ibarətdir ki, cəmiyyət arasında belə bir təsəvvür yaranıb ki, Peyğəmbərimizin bir hədisinə əsaslanaraq bir saatlıq elm 70 illik ibadətdən üstündür və bəziləri bu hədisin anlaşılmasında, düzgün dərk olunmasında bir qədər çətinliyə düşürlər və vacib ibadətlərin İslamda heç də vacib olmadığı düşüncəsinə gəlib çatırlar. Bax, bu hədisin yorumuna, yozumuna Aqil müəllimin münasibətini öyrənmişik. Gəlin birlikdə Aqil müəllimin həmin suala cavabını izləyək. İslamın əsas mənbələrinə baxdıqda görürük ki, burada elmə, təfəkkürə çox böyük dəyər verilmişdir. Həm Qurani Kərimə, həm Peyğəmbərimizin hədislərinə, həm də İslam böyüklərinin, digər İslam böyüklərinin sözlərinə diqqət yetirdikdə burada elmin üstün tutulduğunu, insanların elmə yönəlmələrinin lazım olduğunun vurğulandığını biz görürük. Məsələn, Qurani Kərimdə təfəkkürlə əlaqəli bir çox ayə var. Heç təfəkkür etmirsinizmi, düşünmürsünüzmü? Çox maraqlıdır ki, ərəb dilində müxtəlif qəliblərdə ifadə olunub bu kəlmələr, təfəkkürlə əlaqəli kəlmələr. Və eyni şəkildə biz İslamdan əvvəlki dövrü cahiliyyə dövrü adlandırırıq, yəni biliyin olmadığı bir dövr adlandırırıq. İslam əslində cahiliyyə ilə bir mübarizədir, yəni biliksizliklə mübarizədir. Və Peyğəmbərimizin hədislərində də bunun öz əksini tapdığını görürük. Elmin hətta ibadətə üstün tutulduğunu görürük. Elmin çox fəzilətli olduğunu, alimin şəhidlə müqayisə olunduğunu və hətta alimin mürəkkəbinin şəhidin qanından üstün tutulduğunu biz görürük. Cəmiyyətimizdə bununla əlaqəli bir çox hədisin xalq tərəfindən də istifadə olunduğunu görürük. Məsələn, 1 saatlıq elmlə məşğul olmaq 60 illik ibadətdən üstündür və ya 1 saatlıq elmlə məşğul olmaq 1 illik ibadətdən üstündür kimi hədislər, bəzən hədis mənbələrində zəif isnadla rəvayət olunan hədislərin də xalq arasında məşhur olduğunu görürük. Lakin buna baxmayaraq Peyğəmbərimizin də həqiqətən elmi ibadətə üstün tutan hədislərin olduğunu da mənbələrdə biz görürük. Bu nə deməkdir? Həqiqətən elmlə məşğul olmaq bəs edirmi? Bunu mu nəzərdə tutub Həzrəti Peyğəmbər? Şübhəsiz ki, bunu nəzərdə tutmuyub. Əslində Peyğəmbərimiz elmin ibadətdən üstün olduğunu vurğulamaqla elmin hər şeyin əsasında durduğunu vurğulamaq istəmişdir. Məsələn, başqa bir hədisində çox az bir elm içində elmin olmadığı ibadətdən daha üstündür demişdir Həzrəti Peyğəmbər. Bu o deməkdir ki, ibadətin də əsasında elm durmalıdır. Yoxsa elmlə məşğul olmaq ibadətlə məşğul olmanın əvəz etmir və ibadətlə məşğul olmaq da elmlə məşğul olmanı əvəz etməz. İslamda hər bir əmr öz yerində icra olunmalıdır və şübhəsiz ki, elmlə məşğul olmaq da vacibdir, vacib əməllərdən sayılmışdır. Eyni şəkildə vacib ibadətlərdən də biz bəhs edirik. Bəzən bu hədislərlə hətta nafilə ibadətlərində biz nəzərdə tutulduğunu görürük. Bu baxımdan bunların bir-birlərinə üstünlüyü ilə əlaqəli Peyğəmbərimizdən rəvayət olunan hədislər əslində birinin digərindən daha əhəmiyyətsiz olduğunu vurğulamaq üçün deyil, həmin, məsələn, elmdən bəhs olunursa, elmin üstünlüyünü vurğulamaq üçündür. İbadətin də üstünlüyünü vurğulayan bir çox biz hədislərin var olduğunu görürük. Bu baxımdan hər ikisi İslamda çox zəruri sayılmış, həm elmlə məşğul olmaq, həm də ibadətlə məşğul olmaq çox üstün bir xüsusiyyət kimi möminlərə tövsiyə olunmuşdur. İslam dinində qadınla kişi arasında, bunların hüquq bölgələri arasında fərqlər mövcuddur. Və bəzi də bu fərqləri şişirdərək onları bir qlobal bir vəziyyətə çatdırırlar. Və güya İslamda məhz bu səbəblər üzündən
Məsələn, qadının şadliyini qəbul edilməsi məsələsində kişi ilə fərqi, qadının miras payında kişi ilə fərqi, ailə daxilində bölgülərdə qadının vəzifələri, kişiyə tabe olmaq dərəcəsi, ümumiyyətlə ailədə kimin başçı olmaq məsələsi, ailədə kişi başçıdırmı, qadın başçıdırmı? Bax, bu məsələlərlə bağlı müəyyən mübahisələr yaranır cəmiyyətdə və güya İslamın burada qadınlara əzəm bir mövqedə durduğunu söyləyənlər var. Bax, bu məsələyə çox qısaca olaraq münasibətinizi bilmək istərdim. Bu fərqlər, cinslər arasındakı bu fərqlər nədən qaynaqlanır və bunlar əslində təbiidirmi, bu fərqliliklər? Həm təbiidir, həm də belə bir şey deyim də, İslamın baxışları çox əhəmiyyətlidir. Uca yaradıcı bizi yaratmışsa, bizim xasiyyətimizi və xüsusiyyətimizi bizdən daha yaxşı bilir. Ona görə də bizi yaradan, bizi bizdən daha yaxşı bildiyinə görə bizə vəzifələr vermişdir ki, hər kəs o vəzifəsini yerinə yetirdiyi zaman balans meydana gəlir, həyat gözəl tənzimlənir. Ailə məsələsində əlbəttə ki, evin rəisi kişi hesab olunur. Amma bu yanlış anlaşılmamalıdır. O demək deyil ki, kişi mütləq hakimiyyət sahibidir və istədiyini eləyə bilər. O, bu rəisliyi ilə bərabər ona ailə məsuliyyətini daşımaqla əlaqəli çox öhdəliklər verilmişdir. Və inandırım sizə, bu öhdəliklər bəzən qadına verilən öhdəliklərdən daha ağırdır. Miras məsələsində kişi təmin etmək məcburiyyətindədir ailənin. Keçimini, dolanacağını, maddi və mənəvi təmin etmək məsuliyyətini daşıyır. Qadın bu məsuliyyəti daşımır. Ona görə qadına verilən mirasda pay bölgüsündə biraz azlıq vardır. Bu o demək deyil ki, qadın hüquqları pozulur. Yox, mövcud sosial, iqtisadi vəziyyət dəyərləndirilərək bu yerinə yetirilmişdir. Qadının xüsusiyyətləri, fiziki xüsusiyyətləri, psixolojik, mənəvi, ruhani xüsusiyyətləri onun şahidlik məsələsində də eyni sistemi ortaya qoyur. Yəni bunlar əslində mən belə deyim ki, qadına verilən dəyərdir, nəinki onun haqlarının və hüquqlarının ortadan qaldırılmasıdır. Cənnət anaların ayağı altındadır. Allah Taala qadına yeni nəslin tərbiyələndirilməsi kimi çox mühüm bir vəzifəni onun öhdəçiliyinə vermişdir və biz analara bu mənada möhtacıq. Ehtiyacımız var. Məsələni bu şəkildə düşünmək lazımdır. Heç bir miras haqqına sahib olmayan qadın, Qərbdə 20-ci əsrin əvvəllərində qadınlara miras haqqı verirlər, mülkiyyət hüququ verirlər. İslam daha 1400 il bundan əvvəl o haqqı, o hüququ ona verdi. Qadınla evləndiyiniz zaman qadına mehir verirsiniz. Mehir nə üçündür? Maddi bir vəsaitdir. O qadının şəxsi mülküdür və ona heç kim qadından başqa toxuna bilməz. Və ya uşağa baxmaq məsələsində qadının arzu və istəyi istiqamətində kişi, evin kişisi bu maddi məsələləri təmin etmək məcburiyyətindədir. Yəni bütün bunları göz önündə tutmaq lazımdır ki, burada əlbəttə ki, qadına verilən əlavə dəyərdən, hörmətdən biz bəhs edə bilərik. Qəmər xanım, biz söhbətimizin əsnasında da gender siyasətinə ötəri olaraq toxunduq. Çox təəssüf ki, bu anlayışı da Azərbaycanda bəzən səhv qəbul edirlər və gender siyasətini, gender bərabərliyini bəzən qadınla kişinin tam olaraq bərabərliyi, qadınla kişinin hüquq cəhətdən də bərabərliyi, məişətdə, davranış cəhətdən də hər bir cəhətdən bərabərliyi və aralarında sanki bir bərabər işarəsi qoyulması kimi qəbul edirlər. Bax, bu məsələyə sizin münasibətiniz necədir? Bunu həm dini baxımından, həm bir sosial baxımdan, yəni Azərbaycanın dövlət maraqlarının, Azərbaycanın adət-ənənələrinin qorunması, Azərbaycanın sağlam cəmiyyətinin qorunması maraqları baxımından nə cür dəyərləndirirsiniz problemi? Həqiqətən çox təəssüf ki, gender ətrafında söhbətlərdə məhz bu bərabərlik işarəsi mövcuddur. Təbii ki, bu çox yanlış bir təsəvvürdür. Çünki Allah Taala qadını qadın yaratmışdır, kişini kişi yaratmışdır və qadının təbiyyətini nəzərə almışdır, qadının təbiyyətindəki zərafəti nəzərə almışdır. Onun müəyyən məsələlərdə gücsüzlüyünü, müəyyən məsələlərdə kişilərdən necə deyirlər, bir addım daha sonra gəldiyini nəzərə almışdır. Yəni Allah Taala'nın zaten məhfumları nə müzakirə olunar, nə də onlara şübhə gətirilə bilər, şək gətirilə bilər. Qadın kişi hüquqları məsələsində, gender siyasətində əlbəttə ki, özünə bundan məşğul olan tədqiqatçılar var. Onlar daha yaxşı nəticələr verə bilərlər. Amma İslami baxışlara bir nəzər salmaq yerinə düşərdi. Çünki qadınlara verilən hüquqlar ayrıca öyrənilməlidir. Qadınların kişilərlə münasibətlərindəki bəzi məqamlar öyrənilməlidir. Təbii ki, bu Azərbaycanda yeni bir təmayüldür və mənə elə gəlir ki, gələcəkdə bu məsələlərlə daha yaxından işləmək olar, bunun üzərində bunu tədqiq etmək mümkündür. Çox sağ olun, maraqlı söhbətinizə görə mən sizə təşəkkürümü bildirirəm. Sağ olun. Sizə sağ olun.
İslamın qadın hüquqlarına güya az əhəmiyyət verdiyini iddia edənlərə cavab olaraq Peyğəmbərimizin bəzi hədislərini diqqətinizə çatdırmaq istərdim. Cənnət anaların ayaqları altındadır. Qadınlar sizlərə bir əmanətdir. Və unutmayaq ki, İslamı ilk qəbul edən şəxs Peyğəmbərimizdən sonra onun xanımı Xədicə, Peyğəmbərimizin nəslini davam etdirmək şərəfinə nail olmuş şəxs, yəni Həzrət Fatimə, Peyğəmbərimizdən ən çox hədis rəvayət edən ravilər sırasında ilk yerlərdə duran Peyğəmbərimizin xanımı Həzrət Ayşə və İslamın ilk şəhidi Həzrəti Süməyyə məhz qadındırlar. Allah amanında.